Salamlar. Bugün sizlerle birlikte YouTube'un tanınan yüzü olan Zeus ve kardeşi Hüseyin hakkında danışacağız. Gelin videoya geçelim. Eğer internette çok gelirsinizsə, Zeus hakkında birçok şeyleri bilirsiniz. Zeus'un kardeşi Hüseyin hala 18 yaşındaydı ve bir neçə gün əvvəl tutuldu. Tutulmasının səbəbi dəyədüzlük etmək idi. Aslında ondan gözləmirdim, ancaq yenə də bu etdiyi hərəkətdən heç təəccüblənmədim. Çünki Zeus də vaxtilə qumar reklamları etmək üçün Rusiyaya getmişdi. Niyə Rusiyaya getmişdi deyə fikirləşirsinizsə, Azərbaycanda qumar reklamları etmək qadağan idi. Ona görə də öz qardaşını və qardaşının dostunu alaraq Rusiyaya getdi. İndi isə qardaşı 400 minlik dəyədüzlüyə görə tutulub və qardaşının dostunun da bu işdə barmağı olduğunu düşünürəm. Silen adında bir YouTuber var və bu YouTuber'ın videosuna girib baxsanız, o burada bir çox şeyi danışır. Həqiqətən bunun haqqında daha çox məlumat bilmək istəyirsinizsə, Silenin videosuna getməyinizi tövsiyə edirəm. Yəni həmin sayta girənləri aldatmaq üçün çox daha şeylər ediblər. Saytın qurulduğu ilk gün yalandan bəzi şeylər ediblər ki, güya bu sayta bir çox insan qatılıb və bir çox pul qoyublar və insanlar da bu sayta güvənib bu sayta pul qoyublar və sonra da dağduzlar tərəfindən dolandırılıblar. Həqiqətən məncə dəyməzdi. Bu qədər pulunuz varkən, bu qədər insanlar tərəfindən tanınan, hörmət görən biriləri ikən belə bir hərəkət etmək heç yaraşmadı. Nəysə, sağ olun dostlar. Bugünlük məndən bu qədər idi. Əgər bunun haqqında daha çox məlumat bilmək istəyirsinizsə, dediyim kimi Silenin videosuna getməyinizi tövsiyə edirəm.